Bu il Azərbaycanda bir istehlakçı orta hesabla ayda 636 manat xərcləyib. Bu ilin yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 26,1 milyard manat təşkil edib. Medialog Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə 4,6% artıb, ümumi dəyərin 76,9%-ni pərakəndə ticarət dövriyyəsi, 19,8%-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3%-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılan malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,2% artaraq 24,9 milyard manata bərabər olub. Onun 41,7%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 636,2 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 57,7 manat çox vəsait xərcləyib.